Deməli belə, siz artıq Fabili şirkətinin endirim kodu əldə etmisiniz və sayta necə daxil olmaq istəyirsiniz onu sizə göstərəcəm. Daxil oluruq telefonunuzdakı Chrome bölməsinə və yaxud da WhatsApp-da fabilik.com yazıb daxil ola bilərik. Bunu da göstərəcəm sizə indi. Və yaxud da mənim sizə göndərdiyim fabilik.com sözünün üzərinə vurursunuz. Anında Fabili şirkətinin baxın saytına daxil olmuş olursunuz. Gördünüz? Və burada adam işarəsi var, görürsünüz. Sizə verdiyim kodu, parolu, alıcı nömrəsini bura yazmış olursunuz. Misal üçün, məndə budur, amma sizdə misal üçün başqa kod ola bilər. Təbii ki, açar cümləsinə isə sizə verdiyim kodu yazırsınız və daxil olmaq düyməsinə vurursunuz. Daxil olmuş olursunuz. Və yadda saxla sözünü vurursunuz ki, bu, belə deyim ki, kod sizdə yadda saxlansın. Bəzi telefonlarda yuxarıda 3 nöqtə olur, bəzi telefonlarda isə aşağıda belə bir işarə olur, göstərəcəm. Telefonun ekranına yükləməkdən ötürü biz ya ana ekrana əlavə düyməsinə basırıq, ya da bu yükləmələr sözünü vururuq və telefonumuza yüklənir. Üzrlü hesab edeyim, baxın. Əlavə et düyməsinə vururuq, əlavə edirik. Əsas ekran sözünü seçirik, əlavə et. Əlavə et və telefonumuzun ekranına yükləmiş oluruq. Görürsünüz, Fabilik. Və yaxud da bu sizə çətin gəlirsə, fabilik.com-dan daxil olmursunuz. Burada Chrome işarəsi var, görürsünüz. Chrome işarəsinə daxil olursunuz və burada siz fabilik.com yazıb daxil olursunuz. Və daxil olduqdan sonra, xanımlar, burada belə bir səhifə gəlir. Yenə dediyim kimi, burada adam işarəsinə kod parolunuzu yazırsınız. Burada artıq mənim kod parolum var. Mən buradan çıxış edeyim. Baxın, kod parolunuzu, kodunuzu bura, sizə verdiyim açar kodu bura yazırsınız və daxil olmaq düyməsinə vurursunuz və salam. Və telefonunuzun, bayaq gördünüz, burada da 3 nöqtə var. 3 nöqtəni vurub, ana ekrana əlavə et sözünü vurub, biz bunu daxil edirik. Ana ekrana, baxın, əlavə edib, yenə də saytda hər bir şeyə baxa bilirik və daxil olduqdan sonra da, baxın, burada Fabilik sözünün yanında belə bir işarə var. Buradan biz parfümeriya, qulluq, makyaj, ədəb, sağlamlıq, hər bir məhsul baxa bilirik. Xeyirli uğurlu.